Əziz müştərilərimiz, bugün biz sizə Xırdalan şəhərində, mərkəzdə, Heydər Parkının qarşısında satışa çıxmış yeni bir 2 otaqlı, ümumi sahəsi 65 kvadrat olan mənzil təqdim edirik. Mənzilin baxışı Heydər Parkınadır, gördüyünüz kimi. Qarşısı açıqlıq, gözəl mənzərəsi var. Təqdimata balkondan başladıq. Deməli, 17 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. Mansard tipli mənzildir, tam təmirlidir. Suyu, qazı, işığı, kanalizasiyası var. Lift 16-cı mərtəbəyə qədər qalxır. Təmirdən yeni çıxıb və təmirdən sonra mənzildə yaşayış olmayıb, gördüyünüz qonaq otağıdır. Burada yerləşir mətbəximiz. Geniş dəhlizi var. Giriş qapısını görürsünüz. Ümumi sahə 65 kvadrat, qiymət 67.000 manatla satışa çıxıb. Xırdalan şəhərinin tam mərkəzində, Heydər Parkının qarşısında yerləşir. Burada digər bir yataq otağımızdır. Kombisi hazır işləy vəziyyətdə. Gözəl təmirli mənzildir. Sənəd şirkətin müqaviləsidir. Çox yaxın günlərdə kupça veriləcək. Sənədlər artıq təqdim olunub kupça üçün. Qiymətinə görə əla bir evdir. Dolğun ətraflı məlumat üçün səhifədə nömrələrimiz qeyd olunur. Zəng vurub məlumat ala bilərsiniz. Sizin də satışda eviniz varsa və tez bir zamanda satılmağını istəyirsinizsə bizə müraciət eləyin. Bugünə bu qədər. Sağ olun.